Bir neçə dəfə talışlarla əlaqəli belə bir 12-dən sonra bilməm nə belə mövzusu ki, ən zəhləm getdiyim mövzudur. Çox yersiz bir mövzudur. Yəni bunu neçə dəfə belə yazanlar olub, boş vermişəm, keçmişəm. Amma bu dəfə dedim yox. Bu dəfə o zamanı gəldi. Yəqin talışlar gecə 12-dən sonra anamın yanına gəlib, ona görə bilirsən. Bir-iki qadın yazıb ki, kaş ki qadın üzərindən vurmasaydınız. Niyə? Onun anası qadındır da mən nəyəm? Mən paltarıyam maşına? Hə? Mən taxtayam? Mən boranıyam? Nəyəm? Mən kartoşkayam, yerdən çıxmışam. O anadır, mən ana deyiləm, mən qadın deyiləm. Hə? Niyə mentalitet olaraq biz bunu vərdiş eləmişik ki, sənə nə dedilər, sənin dədə-bədədəvi söydülər, sənin qüruru incitdilər, sənin şərəf və ləyaqət və söz dedilər, amma sən səsini çıxarma, ayıbdır. Niyə? Elə ona görə pislər çoxalır, yaxşılar da pisə dönüşür. Qəddara dönüşür, tərbiyəsiz sözlər istifadə edir. Nədən? Əgər o anasını düşünsəydi, bu cümləni yazmazdı. Çünki ağlı yoxdur elə insanların. Elə bilirlər ki, bir cümlə yazacaqlar, cəmaət deyəcək, bravo sana, bravo sana. Öz zəkası qədər qarşısındakini düşündüyü üçün o yorumu yazır, amma düşünmür ki, bəlkə qarşımdakı məndən daha zəkidir. Mənə elə bir cümlə yazar ki, mənim 7 sülaləmi dəlib keçər. Hə? Niyə? Qadındır. Mən nəyəm? Mən nəyəm? Mən də qadınam da. Bəs başqa qadına, başqa anaya, başqa müəlliməyə bir söz deyəndə, onun qürurunu incidəndə ayıb deyil. Siz demirsiniz ki, utanmırsan, qadın deyə qadına belə söz deyirsən. Mən onun anasına deyəndə niyə ayıb olmalıdır? Kusura bakmayın Türklər demişkən, artıq sizin sözünüz mənim üçün keçərli deyil. Kim nəyə layiqdirsə, onun da cavabını alacaq. Almalıdır da. Əgər mən biri ilə söhbət eləyəndə, birinə bir şey yazanda 1000 dəfə düşünüb, daşınıb, o cümləni yazıb, ay Allah, qəlbi qırılmasın, ayıb sanmasın deyirəmsə, bir zəhmət qarşımdakı insanlar da mənimlə davrananda hərəkətlərinə fikir verməlidirlər. Fikir verməzlər. İndi deyənlər var ki, vermirik fikir. Cəhənnəmə ver. Verməzsən, mən də elə sənin 7 qatını yandıran cümlələr deyərəm, söyüş söymədən. Və sən utancından kişi özüvə daha deyə bilməzsən. Vəssalam. Bundan sonra belədir. Hər kəs layiq olduğu cavabı almalıdır bu həyatda. Elə olsa, yaxşılar təkrardan çoxalar. Pislər də azalar. Anlayarlar ki, biz əslində o qədər də ağıllı deyilik. Sadəcə biz yaxşıların səbrinə görə özümüzü, o olmayan beynimizi varmış sanırıq. Üzürlü sayın. Məni izləyən gənc nəsilə səsini sakit qal. O sənin dədə-bədədəvi söysə də sən səsini çıxarma. Elə öyrətməyəcəm. Məndən örnək alanlar özlərini qorumağı öyrənəcəklər. Öz həyatlarını düzgün yaşamağı öyrənəcəklər. Yeri gəldiyində hörmətlə yanaşmağı, yeri gəldiyində onları əzməyə çalışanı kül etməyi öyrənəcəklər. Özlərini inkişaf etdirməyi öyrənəcəklər. Onun bunun hesabına yaşamamağı öyrənəcəklər. Yenə də ən önəmli də öz dəyərlərini bilməyi öyrənəcəklər. Əsas da qız uşaqları. Qızsan, ayıbdır. Başqasının anasına, bacısına söz demə. Amma sənin dədə-bədədəvi söysünlər, sənin şərəf və ləyaqətivi, sənin əxlaqıva söz desinlər. Əxlaqsızlığın kitabını yazanlar sənin əxlaqıva söz atsınlar, amma sən ayıbdır, səsini çıxarma. O dövr bağlandı. Buradan da maraqlı gələnlərə cavabım. Belə. Sevirəm sizi. Bye bye.